Çoxluqlar. Çoxluqlar nəzəriyyəsinin çoxluqlar üzərində təyin edilmiş əməllərinin xassələrini öyrənən bölməsinə çoxluqlar cəbri deyilir. Çoxluqlar cəbrinin əsas əməlləri aşağıdakılardır. A və B çoxluqlarının bütün ortaq elementlərindən düzələn çoxluğa A və B çoxluqlarının kəşfməsi deyilir və A kəşfmə B kimi işarə edilir. Beləliklə, A kəşfmə B X-in A-ya daxil olan və B-yə daxil olan elementləri çoxluğudur. Aşağıda əyani olaraq A ilə B-nin kəşfməsi göstərilmişdir. Əgər B çoxluğu A çoxluğuna daxildirsə, onda A ilə B-nin kəşfməsi B-yə bərabərdir. A ilə B kəsişmirsə, A kəşfmə B bərabər boş çoxluq yazılır. Misal, A çoxluğu modul x kiçikdir bərabərdir 1, B çoxluğu x kiçikdir 0 ədədlər çoxluğudur. Onda A kəşfmə B çoxluğunu tapın. 50. Modul x kiçikdir bərabərdir 1 olduqda x böyükdür bərabər mənfi 1, x kiçikdir bərabərdir 1 olur. Yəni x mənfi 1 parçası olur. X kiçikdir 0 olduqda isə x mənfi sonsuzluqdan 0-a qədər ədədlər çoxluğundan ibarət olur. Onda A ilə B-nin kəşfməsi mənfi 1-dən 0-a qədər mənfi 1 daxil olmaqla 0 daxil olmamaqla həqiqi ədədlər çoxluğudur. Aşağıda əyani olaraq bu kəşfmə göstərilmişdir. Misal, A bərabərdir x, y, z 1 və 2 elementlərindən, B də ibarətdir A, y, 3, 4, 2 elementlərindən. C isə x, y, 2, 3, 5 elementlərindən ibarətdir. Onda A, B, C çoxluqları üçün A kəşfmə B, B kəşfmə C və A kəşfmə B, o da kəşfmə C-ni tapın. 50. A və B çoxluqlarının ortaq elementləri y və 2 olduğundan A kəşfmə B bərabərdir y və 2. B və C-nin ortaq elementləri y, 2, 3 olduğundan B kəşfmə C bərabərdir y, 2, 3 ədədlər çoxluğu. A ilə B-nin kəşfməsi çoxluğu isə A kəşfmə B çoxluğu ilə C çoxluğunun ortaq elementləri y və 2 olduğundan A kəşfmə B kəşfmə C bərabər olur y və 2 ədədlər çoxluğu. Misal, A x-in birdən böyük, kiçikdir bərabərdir 8 olan bütün həqiqi ədədlər çoxluğudur. B isə y-in 0-dan böyükdür bərabər və 6-dan kiçikdir tam ədədlər çoxluğudur. Bu çoxluqların kəşfməsini tapın. 50. A böyükdür 1, kiçik bərabər 8 olduğuna görə və B 0, 1, 2, 3, 4, 5 elementlərindən ibarət olduğuna görə A ilə B-nin kəşfməsi 2, 3, 4, 5 ədədlər çoxluğudur. Kəşfmənin xassələri 1. A ilə B-nin kəşfməsi bərabərdir B ilə A-nın kəşfməsinə. Bu yer dəyişmə qanunudur. 2. A kəşfmə B kəşfmə C bərabərdir A kəşfmə B, o da kəşfmə C və ya A kəşfmə mötərizə içərisində B kəşfmə C. Bu qruplaşdırma qanunudur. 3. A daxildir B olarsa, onda A ilə B-nin kəşfməsi A-ya bərabərdir. 4. A kəşfmə A bərabərdir A-ya, A kəşfmə boş çoxluq bərabərdir boş çoxluğa. Çoxluqların birləşməsi. A və B çoxluqlarının heç olmazsa birinə daxil olan bütün elementlərindən düzəldilmiş çoxluğa A və B çoxluqlarının birləşməsi deyilir və A birləşmək B kimi işarə edilir. Beləliklə, A birləşmə B bərabərdir x, xətt, x daxildir A və ya x daxildir B-yə. Aşağıda A ilə B-nin kəşfməsinin müxtəlif halları göstərilmişdir. Birincidə A və B kəşfirlər, ikincidə B A-nın daxilinə yerləşmişdir. Bu halda A birləşmə B bərabərdir A-ya. Üçüncü halda A ilə B kəşişmirlər. Bu halda A ilə B-nin birləşməsi həm A çoxluğundan, həm də B çoxluğundan ibarətdir. Misallar. 1. A bərabərdir 1, 5, 9.
elementləri çoxluğundan, B bərabərdir 2, 3, 9 elementləri çoxluğundan. Onda A ilə B-nin birləşməsi bərabər olur 1, 2, 3, 5, 9 elementləri çoxluğundan. 2. A bərabərdir A, B, C, D, Y elementləri çoxluğundan. B bərabərdir C, D, Y, F, J. Böyük C də bərabər Y, F, J çoxluqları üçün A birləşmə B bərabərdir A, B, C, D, Y, F, J elementlər çoxluğundan. B birləşmə C bərabərdir C, D, Y, F, J birləşmə çoxluğundan, o da B çoxluğundan bərabərdir. 3. A, x böyükdür bərabər 0, kiçik bərabər 5,5 həqiqi ədədlər çoxluğu. B, x böyükdür bərabərdir -3, kiçik bərabər 2 çoxluqları üçün A birləşmə B, x böyük bərabərdir -3 və kiçik bərabərdir 5,5 olan bütün həqiqi ədədlər çoxluğu olur. Birləşmənin xassələri. 1. A birləşmə B bərabər B birləşmə A. Bu yer dəyişmə qanunudur. 2. A birləşmə B birləşmə C bərabərdir mötərizə içərisində A birləşmə B birləşmə C. Bu qruplaşdırma qanunudur. 3. B daxildə A olarsa, onda A birləşmə B bərabərdir A-ya. 4. A ilə A-nın birləşməsi A-dır. A ilə boş çoxluğun birləşməsi də A-dır. Çoxluqların fərqi. A çoxluğunun B çoxluğuna daxil olmayan bütün elementlərindən düzəlmiş çoxluğa A və B çoxluqlarının fərqi deyilir və A fərq B kimi işarə olunur. Beləliklə, A fərq B, X-in A-ya daxil olan, lakin B-yə daxil olmayan bütün aşağıda əyani olaraq fərqin müxtəlif halları göstərilmişdir. Birinci halda A ilə B kəsişmir. Onda A ilə B-nin fərqi A-ya bərabərdir. İkinci halda A ilə B kəsişir. Onda A fərq B, A-ya daxil olan, lakin B-yə daxil olmayan hissədir. O hissə qaralanmışdır. Üçüncü halda B çoxluğu A çoxluğuna daxildir. Onda A çoxluğu ilə B çoxluğu arasında olan halqa hissəsi A-B fərqinə bərabərdir. Misallar. 1. A bərabərdir 1, 2, 3, 4, 5 elementləri çoxluğundan, B bərabərdir 3, 5 elementləri çoxluğundan. Onda A fərq B bərabərdir 1, 2, 4 elementləri çoxluğundan. 2. A çoxluğu x böyükdür bərabərdir 2, x kiçikdir 4,3 və B x böyükdür bərabərdir 3 və kiçikdir 5 çoxluqları olarsa, onda A fərq B x böyükdür bərabərdir 2, kiçikdir 3 çoxluğundan ibarət olar. 3. A bərabərdir A, B, C, D, Y ədədlər çoxluğu, B bərabərdir C, D, Y ədədlər çoxluğu olarsa, A ilə B-nin fərqi A, B ədədlər çoxluğu, B ilə A-nın fərqi isə boş çoxluq olar. Fərqin xassələri. 1. A fərq B bərabərdir A fərq mötərizə içərisində A ilə B-nin kəşməsi. 2. A fərq mötərizə içərisində B ilə C-nin kəşməsi bərabərdir A ilə B-nin fərqi birləşmə A ilə C-nin fərqi. 3. A ilə B ilə C-nin birləşməsinin fərqi bərabərdir A fərq B kəşmə A fərq C. A fərq B birləşmə B fərq A simmetrik fərq olub, aşağıda göstərildiyi kimi yazılır.